İşgüzar səhər davam edir. Dəyərli izləyicilərimiz, gündəm mövzularından danışırıq. Nüvə müharibəsinin yaranması ehtimalı gün artır. Birləşmiş Ştatların addımlarına Rusiyadan gələn reaksiyalar böhranı dərinləşdirir. Toqquşma ehtimalı hansı fəlakətə səbəb ola bilər? Araşdırmışıq, odur ki, gözünüz İşgüzar səhərdə olsun. Bəli, elə aydın olur ki, gördüyünüz yazıdan da nüvə ritorikası qlobal gündəmin mərkəzində qalmaqda davam edir. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın nüvə sınaqlarına qayıtmaq barədə mesajı Moskvanı da hərəkətə gətirib. Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında rəsmilərə sınaq planları hazırlamağı tapşırıb. Kreml bu qərarı müdafiə məqsədli kimi göstərsə də, əslində bu nüvə xəbərdarlığı kimi dəyərləndirilir. Artıq həm Arktikada hərbi hazırlıq, həm də NATO'nun şimal cinahında toplanan qüvvələr soyuq müharibənin kölgəsini bir daha hiss etdirir. Buna dair süjetdə bütün bu detalları araşdırmağa çalışmışıq. Qlobal güclərin nüvə sınağı ətrafındakı ritorika oyunları davam eləyir. Ötən həftə Birləşmiş Ştatlar prezidenti Donald Trump'ın atom sınaqlarına yenidən başlamasına işarə etməsi axır ki, Moskvanı hərəkətə gətirdi. Nəqliyyat təhlükəsizliyinə həsr edilməli olan Rusiya Təhlükəsizlik Şurasının iclası başqa mövzu ilə açıldı. Vladimir Putin nüvə sınaqları ilə bağlı tapşırıq verdi. Kreml rəhbəri Müdafiə Nazirliyi və digər dövlət qurumlarına testlərin bərpası barədə təkliflər hazırlamağı əmr etdi. Bu kontekstdə Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə, kəşfiyyat xidmətlərinə və müvafiq mülki qurumlara bu məsələ ilə bağlı əlavə məlumat toplamağı, Təhlükəsizlik Şurası səviyyəsində təhlillər aparmağı və nüvə silahı sınaqlarına hazırlıq işlərinə başlamaq üçün təkliflər təqdim etməyi tapşırıram. Nüvə partlayışlarına yenidən başlamaqla bağlı Vaşinqtondan gələn açıqlamalar Putinin belə qərar verməsinə təsir eləyib. Təhlükəsizlik Şurası rəhbəri Dmitri Medvedev Trump'ın şərhlərinə ciddi yanaşmaqdan başqa çarə olmadığını deyib. Görünür, Kreml ABŞ-nin hərəkətlərini özü üçün təhdid görərək daim əli tətikdə əks həmlə üçün gözləyir. Bu isə o deməkdir ki, soyuq müharibə anlayışı ritorik olaraq başa çatsa da, praktikada hələ də davam eləyir. Bundan əvvəl Rusiya Burevestnik və Poseidon kimi nüvə kontekstli silahlarını sınaqdan keçirməklə Qərbə açıq mesaj verib. Donald Trump Moskvanı Çin və Şimali Koreya ilə birgə gizli nüvə sınaqlarında günahlandırsa da, bu iddialar təkzib edilirdi. İndi isə Birləşmiş Ştatların açıq sözlə atom sınaqlarına qayıtmaq istəyini bildirməsi Kremlə də bu mövzuda rıçaq verir. Putin, Trump'ın nüvə şantajlarından məyus və incimiş davranmaqla ilk zərbəni biz atmadıq imicini yaradır. Çox güman ki, bunun ardınca Rusiyalı rəsmilərdən ənənəvi olaraq Moskvaya haqq qazandırma açıqlamaları gələcək. Rusiyanın nüvə müharibəsinin qarşısını almaq üçün bu prosesə məcbur olduğu barədə mövqe ortaya qoyula bilər. Analitiklərin fikrincə, proses silahlanma yarışı deyil. Putin sadəcə nüvə silahlarına qarşı riskləri artırmaq və Vaşinqtona mesaj vermək məqsədi güdür. Ukrayna-Rusya savaşından bu yana Rusya'nın en büyük destekçisi Çin'in de Rusya'ya eğer nükleer silah kullanırsa tepki koyacağını da hatırdan çıkartmamalıyız. Gerek Amerika ve NATO ülkeleri gerekse Rusya hangi taraf nükleeri ilk kullanırsa bu uluslararası camia tarafından dışlanma anlamı taşıyacaktır. Rusiya Müdafiə naziri Andrey Belausov Rusiyanın Arktika regionundakı Novaya Zemlya, yəni Yeni Torpaq adasında hazırlığa başlamağı təklif eləyib. Sözü gedən arxipelag Sovet İttifaqının əsas nüvə sınaqlarının aparıldığı ərazi olub. Rusiya son atom sınağını da elə bu ərazidə 1990-cı ildə keçirib. Maraqlıdır ki, Kreml bu məsələlərlə məşğul ikən Avropanın bəzi müdafiə nazirləri Norveçdə bir araya gəliblər. Əsasən Şimali Avropa və Baltikyanı ölkələrin iştirak etdiyi iclasda NATO'nun şimal cinahının Rusiyadan qorunması müzakirə olunub. Birgə ekspedisiya qüvvələrinə Böyük Britaniya rəhbərliyi eləyərkən Ukrayna bu qrupun yeni tərəfdaşı kimi çıxış eləyir. Görüşdə xüsusilə Arktikanın təhlükəsizliyi və Rusiya təhdidlərindən qorunma metodları müzakirə edilib. Subregional koalisiyalar hərbi mövcudluğu qorumağa, cavab tədbirləri göstərməyə və Rusiyanı çəkindirməyə kömək edə bilər. Bu, xüsusilə alyansın bəzi üzv ölkələrinin maraqlı olmadığı və ya iştirak etmək istəmədiyi bölgələrdə effektivdir. Qeyd eləyək ki, Rusiya ordusunun baş qərargah rəisi Valeri Gerasimov da nüvə silahlarına hazırlığın sürətlə başlanmasına zəmanət verib. Ancaq Kremlin sözçüsü Dmitri Peskov'a görə Putin cari vəziyyətdə sınaqlara dərhal başlamağı əmr etmir. Moskva növbəti qərarları verməzdən əvvəl Birləşmiş Ştatların niyyətini tam başa düşmək istəyir.